Təsəvvür edin, internetdə sonsuz yerimiz var, rəqəmsal dünyada heç bir limit yoxdur, amma biz bir insanın bütöv həyatını, yəni karyerasını və qəfil itkisini cəmi 15 sözə sığdırırıq. Bəli, bu əslində çox qəribə bir paradoksdur. Tamamilə razıyam. Salam, bugünkü araşdırmamıza xoş gəlmisiniz. Bugün biz sizinlə, yəni dəyərli dinləyicilərimizlə birgə gündəlik xəbər axınında bəzən sadəcə sürüşdürüb keçdiyiniz o qısa məlumatların arxasında dayanan reallıqlara diqqət yetirəcəyik. Və bugün əlimizdə mənbə olaraq çox kiçik bir mətn var. Düzdür. Əlimizdə cəmi tək bir mənbə var, milli.az saytından götürülmüş, olduqca qısa, lakin arxasında çox böyük bir hekayə yatan xəbər mətni. Yaxşı, gəlin bunu aydınlaşdıram. Aha, başlayaq. Mənbədə qeyd olunan əsas fakt ondan ibarətdir ki, Bakı Avropa Liseyinin ibtidai sinif müəllimi Səbinə İmran qızı Cəfərova vəfat edib. Bəli, çox sarsıdıcıdır. Və Milli Azın yaydığı xəbərə əsasən ölümün səbəbinin qəfil ürək tutma olduğu vurğulanır, yəni mətn çox lakonikdir. Sadəcə cəmi 2 cümlə, düzdür. Məhz elədir. Biz çox vaxt media platformalarında bu cür formatla qarşılaşırıq. Çünki, bilirsiniz, rəqəmsal iqtisadiyyatın diqqət mexanizmi məhz bunun üzərində qurulub. Yəni sürət üzərində. Aha, tamamilə. Alqoritmlər hadisənin emosional dərinliyini deyil, informasiyanın maksimum sürətlə ötürülməsini tələb edir. Buna görə də insan həyatları və belə faciələr 2 cümləlik quru formata salınır. Amma bu sadəcə bir statistika deyil, cəmiyyət üçün böyük bir şokdur. Baxın, burada mənim diqqətimi xüsusilə çəkən bir detal var. Mənbədəki o ibtidai sinif müəllimi ifadəsi. Mən məktəbi bir növ ekosistemə bənzədirəm. Aha, çox maraqlı yanaşmadır. Yəni, o kiçik yaşlı uşaqların gündəlik rutini, məktəbdəki emosional təhlükəsizlik lövbəri anidən sıradan çıxır. İş yerində kimsənin sabah əvəz edə biləcəyi boş bir masa yaranmayıb. O kiçik yaşlı şagirdlərin həyatında tamamilə gözlənilməz bir qırılma anı baş verib. Sözün düzü, bu bənzətmə vəziyyətin mexanikasını çox dəqiq izah edir. Yəni, yuxarı siniflərdə şagirdlər fərqli fənlər və müxtəlif müəllimlər arasında keçid edirlər. Aha, fizika, riyaziyyat, tarix, yəni dəyişir. Düzdür, yəni orada daha mərkəzləşdirilməmiş bir model var, lakin ibtidai sinifdə həmin o müəllim yeganə təməldir. Belə qəfil itki sadəcə təhsil prosesində fasilə yaratmır, həm də həmin gənc beyinlərin dünyanı dərk etmə prosesində qəfil bir travma izi buraxır. Və qısa xəbər lentləri heç vaxt bu detalın, bu görünməz dalğaların üzərində dayanmır. Sizcə, gündəlik xəbər lentimizdə belə ağır və qəfil faciələrin cəmi 2 quru cümlə ilə verilməsi bizə nə deyir? Yəni, informasiyanı bu qədər sürətlə və emosiyasız istehlak etməyimiz barədə nə düşünürsünüz? Bilirsiniz, əslində bəzən ən dərin təsirə malik hadisələr, yəni bu qəfil ürək tutma kimi anidən baş verən itkilər, informasiya bolluğu içində ən lakonik şəkildə qarşımıza çıxır. Yəni, beynimiz özünü qorumağa çalışır, eləmi? Məhz elədir. Psixologiyada bu vəziyyət məlumat yorğunluğunun qoruyucu mexanizmi adlanır. Beynimiz hər gün o qədər fərqli, bəzən çox travmatik informasiyaya məruz qalır ki, kognitiv iflasın qarşısını almaq üçün sərhəd çəkməyə məcbur olur. Aha, yəni tam sağlam bir insanın anidən qəfil ürək tutmadan həyatını itirməsi faktını dərindən analiz etmək yerinə... Bəli, beyin onu sadəcə bir statistika kimi qeydə alır. Yəni, mexanizm bizi daxilən qoruyur, lakin eyni zamanda hadisənin cəmiyyət üçün real miqyasından da uzaqlaşdırır bizi. Təəssüf ki, belədir. Qısa xülasə etsək, yəni bu mənbədən öyrəndiyimiz Bakı Avropa Liseyinin müəllimi Səbinə İmran qızı Cəfərovanın qəfil ürək tutmadan vəfat etməsi faktı saniyəlik bir dayanma anından çox daha böyük bir məna daşıyır. Bəli, bu çox ağır bir itkidir. Belədir. Bu, bütöv bir kiçik cəmiyyət üçün gerçək və ağır bir zərzələdir. Və dərhal unutduğumuz o sürətli xəbərlərin arxasında gerçək reallıqlar dayanır. Həqiqi insan həyatları dayanır. Bəli.
Beləliklə, dəyərli dinləyicilər, sizi bugün fərqli bir düşüncə ilə baş-başa buraxmaq istəyirəm. Növbəti dəfə xəbər lentinizdə sürətlə aşağı sürüşdürərkən gördüyünüz o 1-2 cümləlik xısa xəbər başlığını düşünün. Aha. O qısa cümlələrin arxasında dayanan, lakin heç vaxt yazılmayan bütöv insan hekayələri və yarımçıq qalmış işlər barədə nə qədər tez unuduruq.